Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Seyid Zahidə. Bir gün vətəndaşların düşündürən bir suala cavab verəcəm. Səhərsiz evin sahibi vəfat etdikdə ev kimə qalmalıdır? Əgər kimə maraqlısa bir yıl sona qədər izləsin. Vətəndaşların bir çoxu düşünür ki, vərəsələr arasında bölünməlidir. Xeyr, bölünmür səhərsiz evə. Niyə? Hamısını izah edəcəm. Dediyim kimi sona qədər baxın. Eyni zamanda videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Və yəni keçən mövzuya. Səhərsiz evə kimə qalmalıdır? Səhərsiz evə mən iki kateqoriyaya bölürəm. Bir var səhərli yarancıqdır, bir də var ümumiyyətlə səhərli yoxdur. Ümumiyyətlə səhərli yoxdur deyəndə 2000-dən sonra belə evə çoxalıb hörmətli izləyicilər. Yəni mən bu barədə danışmışdım. Hacı Baba mənim gələndən sonra heç kimə icazə vermədi tikməyə. Ona görə səhərsiz evə çoxaldı. Amma 2000-dən əvvəl hansı evi deyirsinizsə, onun kötü səhətləri var. Amma onlar da belə deyir, sərəncam olduğuna görə, müqavilənin olduğuna görə, çıxar olmadığına görə səhərsiz hesab olunur. Hörmətli izləyicilər. Həmin evlərə qeyd edin ki, vərəsələr arasında bölünə bilməz. Belə qeyd edin kimi, hörmətli izləyicilər. Amma burada bir məsələ var, incəlik var, onu qeyd edə diqqətlə baxın. Birinci növbədə həmin ev, həmin şəxsin həyati yoldaşına qalır. Əgər evində ailə üzvlərinin hansısa bir əyildirsə, əyilliyi varsa, bunu mən həmin hüquqşünas kimi deyəm, həmin əyilli olan şəxs kimi deyəm. Yəni ailə arasında olan şəxs kimi deyəm. Öz tərcümüm əsası birinci növbədə olanın yaşama hüququ var həmin evdə. Sonra digər ailə üzvləri, hörmətli izləyicilər, nəzərəm. Əsas məsələdən biri də budur. Mütləq qeyd edin. Digər ailə üzvləri necə əsas götürür? Belə deyək, sərəncamlı evlərdə, ordurlu evlərdə. Həmin evdə kim yaşayırsa, sərəncamda orada kimin adı varsa, birinci növbədə olan yaşayış hüququ var. Eyni zamanda qeydiyyatda olan şəxsdə, hörmətli izləyicilər, nəzərə alın. Bayaq dediyim kimi, hörmətli izləyicilər, qeydiyyatda olan şəxslərin arasında, yaşayan olan şəxslərin arasında üstünlük verir əyilli olan şəxslərə, hörmətli izləyicilər. Yeri gəlmişkə bir məlumatı necə çatdırmaq istəyirəm. Mən hüquqi yardım göstərməsi üçün yaratılan güzəştli hüquqi yardım göstərməsi üçün. Eyni zamanda orada əyilli dostlarımın əyişini satacağım. Bayaq dediyim kimi, mən özüm də əyilli olan şəxsin əyilli arabasındayım. İstəyəm belə bir şey edib. Ona görə sizdən xahiş edirəm, bu videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin xəbəri olsun. Birinci növbədə mənə dəstək ancaq videonu bəyənməlidir. Bəyənin, abunə olun, hörmətli izləyicilər. Abunə hamısından birincidir, hörmətli izləyicilər. Və keçən mövzunu davam etdirməyə, dediyim kimi, digər ailə üzvləri arasında o zaman həmin şəxslər qalma hüququ var ki, onların qeydiyyatı olsun, orada yaşayırlarsa.